Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Hər bir daşın, hər bir divarın, hər bir sənədin danışmadığı bir həqiqət var. Tarix heç vaxt tam susmur. Sadəcə onu dinləməyi bacarmaq lazımdır. Bugün yenə zamanın toz basmış səhifələrini birlikdə vərəqləyəcəyik. Məşhur hadisələrin görünməyən tərəflərinə, illərlə müzakirə olunan sualların cavablarına və keçmişin bugünə təsir edən izlərinə baxacağıq. Çünki tarix yalnız dünən baş verənlər deyil, tarix bugünü anlamağın və sabahı düzgün qurmağın açarıdır. Bu, tarixin şahidləridir. Bizim yeni proyektimiz, yeni seriya, sənədli verilişimizdir. Amma burada təkcə şahidlər deyil, tarixi yazanlar, onun iştirakçıları iştirak edəcəklər, öz fikirlərini paylaşacaqlar. 1989-cu ilin bugünü 16 iyulunda Azərbaycanın siyasi tarixində yeni bir mərhələ başlandı. Həmin gün Bakıda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi və Milli Azadlıq Hərəkatı ilk dəfə təşkilatlanmış siyasi güc kimi formalaşdı. Tarixin şahidlərinin bugünkü buraxılışında məhz bu suala cavab axtaracağıq. Azərbaycan Xalq Cəbhəsi necə yarandı? Studiyamızın qonağı həmin təsis konfransının iştirakçısı AXC-nin ilk idarə heyətinin üzvlərindən biri dövlət xadimi Pənah Hüseyndir. Hər vaxtınız xeyir, Pənah bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Pənah bəy, deməli, biz ötən verilişlərimizin birində elə sizinlə birlikdə bu qərara gəldik. Xatırlayırsınızsa canlı yayımdakı AXC-nin yaranmasının 37 illiyi yaxınlaşır. Bəlkə bir sənədli bir proyekt edək və elə ilk qonaq da siz olasınız. Mən bunu niyə deyirəm, dəyərli izləyicilər? Çünki bəzən olur ki, adamlar özlərindən düşünürlər ki, bunlar niyə birdən-birə belə bir qərar verdi? Məsələn, o vaxtı meydan sirlərində çəkəndə bu fikirlər var idi. Ona görə mən bunu qeyd edirəm və vurğulamaq istəyirəm ki, burada ilk qonağımız Pənah bəy olsa da, biz həmin təsis konfransının dünyada olmayanlardan Allah rəhmət etsin, üzvlərinə, təsis konfransının üzvlərinə, qalanlara can sağlığı versin ki, hər birinə buradan müraciət edəcəm. Elə İsa Qəmbər olmaqla, Etibar Məmmədov və digərlər, indi mən bir-bir ad sadalasam, hamısının adını çəkə bilmərik. Zərdüşt Əlizadədir və başqalarıdır. Bir-bir hər birini elə indidən də dəvət edirəm, sonra yenə də dəvət edəcəm ki, biz həmin dövrə, tariximizə obyektiv şəkildə yanaşaq. Çünki bu təsis konfransı ilə bağlı müxtəlif fikirlər var, müxtəlif şərhlər var, amma maraqlı məqamlardan biri odur ki, Pənah bəy, mən bu verilişə hazırlaşarkən nə qədər araşdırdımsa ki, bu təsis konfransından bir şəkil, bir görüntü tapım, heç nə tapa bilmədim ki, bu günləri tamaşaçılarımıza təqdim edək. Ortada yazılar var, müsahibələr var, fərd olaraq insanların, amma ortada bir şəkil, bir video yoxdur. Gəlin həmin dövrə qayıdaq 37 il bundan öncə AXC-nin təsis konfransına. Təşəkkür edirəm dəvətə görə və mən də ilk növbədə Azərbaycan Milli Hərəkatının Azərbaycanda hürriyyət davasının əsas təşkilatı olan başlanğıcda Azərbaycan Xalq Cəbhəsini qurmuş, onun üzvü olmuş, mübarizə aparmış bütün fərdlərini, bugün həyatda olanların hamısını təbrik edirəm, salamlayıram buradan. Özünü cəbhəçi hesab edən bütün insanlarımızı təbrik edirəm. Əbülfəz Elçi bəy başda olmaqla Azərbaycan Xalq Cəbhəsinin qeydsiz, şərtsiz qurucusu və lideri Əbülfəz Elçi bəy başda olmaqla vəfat edilmiş insanlarımız qarşısında da sayğı ilə baş əyirəm. Azərbaycan Xalq Cəbhəsi erməni təcavüzünə qarşı və Qarabağ uğrunda xalqın milli müqavimət hərəkatında ən çox şəhid vermiş təşkilatdır. Ondan sonra yaranmış heç bir siyasi partiya ya hər hansı başqa bir digər ictimai və yaxud siyasi qurum Azərbaycan Xalq Cəbhəsi qədər şəhid verməyib. Və şəhidlərimizi də Ramiz Qəmbərov, Azərbaycanın milli qəhrəmanı başda olmaqla yenə sayğı ilə, ehtiramla ayrıca burada yad edirəm, anıram. O ki, qaldı sizin sualınızda konkret olaraq, bunun bir səbəbi var. Niyə şəkil, video və yaxud hansısa bir digər görüntü yoxdur. Aprel-may aylarında bir neçə dəfə o vaxt ki, Azərbaycan Komünist Partiyasının birinci katibi Vəzirovla bir dəfə də hətta idarə heyətinin
üzvlərinin daha doğrusu o vaxt idarə heyəti yox idi. AXC Təşəbbüs Mərkəzinin Koordinasiya Şurasının bütün demək birgə heyəti ilə Vəzirovun görüşü olmuşdu və aprel-may aylarında və Vəzirov birinci vəzifəli şəxsi o vaxtki Azərbaycan Sovet Sosialist Respublikasının hər dəfə ciddi cəhdlə demək Azərbaycan Xalq Cəbhəsi yaradılmasın və yaxud yaradılırsa başqa adla yaradılsın. Deməli, İsrar edirdi. Təkid edirdi, israr edirdi. Bunun da səbəbi vardı, çünki 88-ci ildə Azərbaycan Xalq Cəbhəsi yaradılmamışdan əvvəl Pribaltika Respublikalarında Xalq Cəbhəsi ideyası yaranıb gerçəkləşən ilk dövrlərdə loyal münasibətin olmasına baxmayaraq, təxminən noyabr ayına qədər 88-ci ilin, amma Pribaltikada bu artıq formalaşmış xalq cəbhələrinin fəaliyyəti payızda, konkret olaraq noyabrın sonu, dekabrın əvvəllərində SVKP-nin plenumunda onların tənqid olunması, sosialist quruluşuna qarşı təhlükə olması, təhdid olması və demək milli məsələlərdə, SSR-nin birliyi ilə bağlı məsələlərdə partiyanın, o dövrdə SVKP-nin yəni əsas kursundan və yenidən qurmadan uzaqlaşması kimi tənqidlər çoxalmışdı. Pribaltika Respublikalarında xüsusi xidmət orqanları tərəfindən interfrontlar yaranmağa başlamışdı, demək olar ki, hər yerdə. O cümlədən Pribaltika Respublikalarından kənarda. Ona görə də Azərbaycanda da ilkin dövrdə, ilkin aylarda, yəni 88-ci ilin yayının bu təşəbbüs meydana çıxanın ilkin dövründə müəyyən loyal münasibətə baxmayaraq, indi mən konkret faktları da deyəcəm. 88-ci il dekabrından sonra Xalq Cəbhəsi adlı bir təşkilatın yaranmasına bütün istiqamətlərdə çox ciddi müqavimət vardı. Buna baxmayaraq, demək, Üzr istəyirəm, bütün istiqamətlər deyərkən hökuməti nəzərdə tutursunuz, yoxsa? Hökumət və hakimiyyət dedikdə həm də xüsusi xidmət orqanları, demək, birbaşa siyasi və yaxud inzibati vəzifələr tutulmasa da təhsil imkanları olan digər başqa qurumlar, hətta o vaxtki Komünist Partiyasının və hakimiyyətin ümumiyyətlə təsir altında olan ictimai qurumlar, müxtəlif ziyalı elitasına daxil olan müxtəlif şəxslər və s. vasitəsilə müxtəlif formalarda demək təzyiqlər edilirdi, yumşaq və yaxud sərt şəkildə. Mən bununla görə xüsusi oradan başladım ki, bəzən deyilir ki, güya Azərbaycan Xalq Cəbhəsini konkret olaraq xüsusi xidmət orqanları və yaxud Komünist Partiyasının rəhbərliyi tərəfindən yaradılıb. Mən bunu konkret belə olaraq... iddialar çoxdur. İndi növbəti bölümlərimizdə mən fakt kimi deyirəm ki, 88-ci ilin dekabrından sonra hətta Vəzirovla və onun komandasına daxil olan şəxslərlə görüşlərdə heç olmasa başqa adla yaradılsın məsələsi dəflərlə vurğulandı. Məsələn, el birliyi olsun və yaxud başqa hansısa bir başqa Qarabağ Müdafiə Komitəsi olsun. Bu şəkildə. Yəni, bir ideya kimi, bir simvol kimi bu adın ümumiyyətlə əleyhinidir və ona görə də Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı yarımlegal şəraitdə keçirdi. O dərəcədə ki, nümayəndələrin heç də hamısı bu yeri haqqında son anda məlumat alırdılar. Şəhərin müxtəlif, yəqin ki, çağırsaz həmin konferansın nümayəndələri bu barədə deyəcəklər. Bir çoxlar ümumiyyətlə konferansa gəlib çıxa bilmədilər. Əksəriyyət gəlib çıxdı. Çünki əlaqələr hər halda saxlanırdı. İndi kimi bu mobil telefonlar və s. də o dövrdə mövcud deyildi. Bəli. Demək, o baxımdan güya bunun Bakı kəndlərinin birində keçiriləcəyi, Əzizbəyev metrosu həndəvərində hansısa birdə keçiriləcəyi və s. haqqında Xətai rayonunda indiki müxtəlif məlumatlar yayılmışdı. Həm də təşkilatçılar tərəfindən bu yayılmışdı. Və demək, bu indiki 8-ci Muxtar rayonunda məlumdur, onun şəkli var, o yerin şəkli var, indi sökülüb var, elə bir mövcud deyil o keçirilən. Xeyirşər evində əvvəlki kimi, indiki kimi bu təbii ki, binalar şəklində deyildi. Bəli. Həyətdə Ağamalı Sadiq əfəndinin, Allah rəhmət eləsin, Ağamalı və onun tərəfindən kirələnmişdi. Deyirlər ki, güya hətta bunların bəziləri yazır ki, güya kiçik toy adı ilə yalan söhbətdir. Kiçik toy adı ilə olmamışdı. Cürbəcür müxtəlif bu cür sonralar, yəni sonraki dövrdə bu cür məsələlər olmuşdu. Bu yanlışdır və mütləq əksəriyyəti hər halda, yəni ola bilsə bir-iki nəfər çıxmaq şərti ilə nümayəndələr və dəvət olunmuş şəxslər ora gəlib çıxdılar. Ona görə də bura kameraman o dövrdə də çox deyildi bu demək
çəkilişlər və s. indiki texnika hələ onda yox idi. Bəli. Amma video yox, audio onun yazılışı getmişdi. Mən ona görə deyirəm ki, burada Azərbaycan Xalq Cəbhəsinin deməli məclisinin birinci sessiyasında girişində həmin məclisin üzvü və onu hazırlayanlardan biri olan Səfər Alışlarının yazıcı Səfər Alışlarının bir giriş yazısı var. Orada deyir ki, biz dəfələrlə demək bir məsələ ilə bağlı konkret məclis üzvlərinin adlarının və ümumi saylarının demək dəqiqləşdirilməsi ilə bağlı demək baxdıq, qulaq astıq. Bu baxdıq yox, qulaq astıq və görünür ki, bu audio surəti olub həmin konferansın. Olub. Amma yarım legal şəraitdə təkrar demək keçdiyinə görə və hakimiyyət çox ciddi bir müqavimət göstərirdi. Nə qədər adam iştirak edirdi? Bu barədə demək mən də bu gün təkrar qayıdacağam bu sənədə. Burada konkret göstərilibdir. Bu Azərbaycan Xalq Cəbhəsinin təsis konferansının protokolunun originalıdır. Originalıdır. Demək 16 iyul 1989-cu il konferansda 30 rayondan səs vermə hüququ əslində bu Bakı rayonlarının nəzərə alınmışdı burada. Sonradan dəqiqləşdirildi. Səs vermə hüququ ilə 196 nəfər. 196. Amma Zərdüşt Əlizadə yazır ki, səs vermədə 240 nümayəndə. Yəni üst-üstə demək hardasa 36, yəni 436 nəfər iştirak. Amma səs vermədə 101 nəfər iştirak eləyib. 196 yox, mən bir o səs vermələri desəz. Niyə görə deyirəm? Bax, Zərdüşt Əlizadə yazır ki, Zərdüşt Əlizadə ya qəsdən orada 81 yazıb, 81. Yox, yazır ki, səs vermədə alternativ siz namizəd Əbülfəz Əliyevin lehinə 70, əleyhinə 11, bir tərəf 20 nəfər oldu. Bu da eləyir 101 nəfər. Deməli ki, səs vermədə lehinə nə qədər? 70. Yanlışdır o məlumatlar. Mən təkrar edirəm. Mən ona görə deyə bilərsinizmi? Bu orijinal sizdədir də. Deməli, səs verməni. Yer gəlmişkən orada tamamilə bu Zərdüşt Əlizadənin kitabıdır, son kitabı, eləmi? Bəli, 2-ci Respublikanın. Ümumiyyətlə onun mötəbər bir mənbə kimi ortalığa qoyulması özü qəribdir. Mənə verə bilərsiniz o kitabı? Verə bilərəm. Çünki çox üzr istəyirəm. Çünki vacib bir məqam var burada. Buyurun. Bilirsiniz, mən bir dəfə də bunu demişim. Elə kitablar var ki, onları əvvəldən yox, axırdan oxumağa başlamaq lazımdır. Bu təxminən 790 səhifəlik bu dırnaq arasında desək kitabın... Mən Zərdüşt bəy, sizi də dəvət edirəm efirə. Gəlin, kitabın, bu seriyada siz də iştirak edin. Bu kitabın 773-cü səhifəsində. 700 neçə? 73. Bəli. Zərdüşt Əlizadə yazır özü. Bu kitab xatirələr, sırf xatirələr deyil. Hərçənd ki, burada xatirələr də öz yerini tapıb. Bir. Əvvəldə də deyirdi onu. Bu təhlil də deyil. Zira elmi təhlili mən adətən elmi dildə və elmi üsullarla aparıram. Bu etiraf da deyil və s. və s. Və demək, mən isə bu kitabda Tifil xalqıma onun özü haqqında qorxulu nağıl danışım. Bu kitab nağıldır. Özünün də etiraf elədiyi kimi, yəni nağılın da demək bir şifahi xalq yaradıcılığı kimi təhlil etsək, uydurma elementidir. Başdan ayağa, o cümlədən o rəqəmlər daxil, indi haqqında danışdığımız məsələ daxil. Bax, siz də xahiş edirəm, bəlkə deyərlər ki, təhrif olunub. Yeri gəlmişkən nəyə görə bu vacibdir, nağıl məsələsi burada gəlir. Zərdüşt Əlizadənin 2005-ci ildə Moskvada nəşr olunmuş o 3-cü Respublikanın sonu kitabı Rasim Ağayevlə birlikdə. 2-ci Respublikanın sonu. 2-ci Respublikanın sonu kitabı Rasim Ağayevlə birlikdə bir hissəsini Rasim Ağayev yazır, bir hissəsini Zərdüşt Əlizadə. Orada da deyir ki, bu demək raskaz deyir orada, yəni əhvalat. Orada nağıl demir. Ondan əvvəl yenə, səhv eləmirəmsə 2000-ci illərin əvvəllərində Sakharov o institutu vardı, memorial təşkilatını deyəsən buraxdığı bir kitabda bunun qısaldılmış əsas tezislər olan bir yazısı var. Orada deyir o memuardır. Yəni əvvəl memuar deyib eyni tezislər, eyni fikirlər mütləq əksəriyyəti. Və burada isə açıq aydın deyir ki, bu mənim nağılımdır. Hətta söhbətlərdə deyir ki, bu mənim nağılımdır.
Siz də öz nağılınızı danışın. Amma mən burada bugün sizin bu demək reaksiya verilişində nağıl yox, faktlara obyektiv, faktlara söykənən, dəlillərə, sübutlara, sənədlərə söykənən hadisələr deyəcəm və ona görə də mən yenə dedim orada başqa bir yerində o məqalələrinin birində 181 Əlifəz Elçibəy 181 nəfər səs verib. 90 deməli burada orada ümumiyyətlə əvvəldən belə görünür ki, əvvəlcədən sədr seçkisi olub və s. tamamilə nağıldır, uydurmadır. Yusuf Səmədoğlu ən axırda sədr seçkisi olub, ən axırıncı gündəmdə duran məsələ təşkilat məsələsinin sədrin seçilməsi olub və burada demək əleyhinə cəmi Əbülfəz Elçibəyin 9 nəfər səs verib. Niyə görə 9 nəfər? Amma burada yazır ki, əleyhinə 11 nəfər. O 11 rəqəmi mərhum Yusuf Səmədoğluya verilən səsdir. Demək, məsələ belə olmuşdu ki, qarışdırıb o yəni məsələləri, əlində də yəqin ki, sənədlər də yoxdur. Deməli, Zərdüş Əlizadə təsis konferansında Yusuf Səmədoğlu'nun namizədləri sürüb. Axı, Yusuf Səmədoğlu namizədliyini geri çəkib konferansda. Hələ geri çəkilməmişdən əvvəl irəli sürüb. Sonra demək, Əbülfəz Elçibəy namizədliyini Rəhim Qaziyev bəli. Demək, İsa bəyin namizədliyini Səvər Alşarlı irəli sürüb, İsa bəy geri götürüb dərhal. Burada var bunlar. Bu protokolda eks olunubdur. Yer gəlmişkən bu həqiqətlərindən birisindən protokolda 2 katib olub. Sədr Yusuf Səmədoğlu, katiblər Hüseynova Ruhangiz xanım və Məmmədova Lətifə xanım. Bunlardan biri, indi bunu demək lazımdır, niyə 2 həm də 2 katibdir? Bunlardan müəyyən bir-biri ilə rəqabətdə olan qrupların hər biri katib təyin edib ora ki, hər hansı. Ona görə də bu protokol 2 əl yazmada mövcuddur ki, hər hansı bir şəkildə saxtalaşdırılması, sonradan dəyişdirilməsi mümkün olmasın. Bəli. Yusuf Səmədoğlu'nu Zərdüş Əlizadə irəli sürüb və 2 namizədin müzakirəsi başlayıb. Müzakirələrin gedişində Yusuf müəllim, Yusuf Səmədoğlu öz namizədliyini geri götürüb. Buna baxmayaraq, yenə protokollarda öz əksini tapan bir məsələdir. Zərdüş Əlizadə təkid edib Yusuf Səmədoğlu'nun səsə qoyulmasına, Yusuf müəllimin geri götürməsinə və Əbülfəz açıq səs verməklə keçirilib seçki və Əbülfəz Elçibəyə səs verməsinə baxmayaraq təkid edib 11 nəfər Yusuf müəllimə, hərçənd ki artıq səs vermək qurtarmışdı 181 nəfərdə. Amma o iddia edir ki, konferansa əlavə adamlar gətirildi. Yox, hələ ora gələr. Əlbəttə ki, o cürbəcür iddialarda və s. ola bilər. Mən maraqlı bir, yenə bir məsələyə cəlb edeyim. Bu əsas məruzə konferansda. Hələ sədr seçkisi, ümumiyyətlə seçki və s. yoxdur. Əsas məruzə Azərbaycanda siyasi vəziyyət, ölkədə siyasi vəziyyət haqqında. Məruzəni Əbülfəz Elçibəy edib. Və Əbülfəz Elçibəy məruzəsini qutarandan sonra ən çox da sualların verildiyi Əbülfəz Elçibəyin məruzəsi ətrafında olub və çox maraqlı bir məsələni mən sizə deyəcəm. Zərdüş Əlizadə Əbülfəz Elçibəyin siyasi məruzəsi ətrafında müzakirələr gedir. Zərdüş Əlizadə, siz də bir baxın, çünki... Baxın, bəli. Hə, çünki indi məsafəmiz xeyli olsa da, çünki belə görünməsin ki mən. Zərdüş Əlizadə, Əbülfəz bəy Respublikadakı vəziyyəti düzgün işıqlandırdı. Bəli. Biz hisslərə aludə olmamalıyıq, şuurla vəziyyətdən çıxmalıyıq. Biz hüquqi savadsızlığımızdan Dağlıq Qarabağın hüquqi vəziyyətini müdafiə edə bilmədik və müzakirə davam edir. Yəni, Əbülfəz Elçibəyin məruzəsinə, siyasi məruzəsinə müsbət səs veribdir və ölkədəki vəziyyəti düzgün işlandırılmasını qeyd edibdir. Mən ona görə dedim, nağılda, o nağıl başı. Bu sürət deyil ha. Mən bir daha xatırladıram, Zahir bəy, siz də hörmətli dinləyicilər də bilsin. Belə göstərin kameraya, xahiş edirəm. O protokolun orijinalıdır. Efirə xahiş edirəm, göstərin. Hansı kameraya deyirsiniz? Bura. Hə, bax bu onun orijinalıdır. Deməli, əsas məruzəni təkrar edirəm, Əbülfəz Elçibəy eləyib. Onun ətrafında geniş müzakirələr gedib.
Çünki Əlifəz Elçibəy Faktik olaraq təşkilatın siyasi rəhbəri idi. Orada yazılmasına baxmır. Əgər elə deyildisə, siyasi məruzə nə üçün Əlifəz Əliyevə tapşırılıb? Və həmin məruzə ətrafında çıxışlarda Zərdüşt Ərzadənin özü çıxış eləyib, ölkədəki vəziyyəti, siyasi situasiyanı Əlifəz Elçibəyin məruzədən düzgün dəyərləndirilməsini xüsusi olaraq qeyd edib və o digər başqa məsələləri də demək əlavə elədim. Demək, Yusif Səmədoğlu'nun namizədliyinə 11 səs verilib. Yusuf müəllim özü də səs verməyib təbii ki özünə, Əlifəz Elçibəyə səs vermişdi artıq. Yusuf Səmədoğlu da. Bəli. Açıq səs vermədə. Açıq səs vermə olub. Səs vermə burada da yazılıb, açıq olub. Ümumiyyətlə, demək, bir daha da ki, bugün konferansın yubileyidir, yəni o gündür. 37. Bugünkü verilişdə biz daha çox konferans haqqında məlumatlar demək verək. Əvvəla mən deyim ki, bu ilk dəfə deyil konferans haqqındakı məlumatın bugünkü informasiyaların verilməsi. Mən hər halda xüsusən gənc tədqiqatçılar, bizim tarixçi alimlərimiz üçün maraqlı ola bilər. Bu mənbə ilk dəfə 92-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bu təsis konferansının protokolu ilk dəfə bu protokol qısaldılmış, ixtisar edilmiş variantda deməli 92-ci ildə 3-4-cü sayt, bir nömrə 3-cü 4-cü saytdır. Bunun elə əvvəlinci yazısıdır. Burada Azərbaycan Xalq Cəbhəsi təsis konferansının bax bu deməli protokolunun dərc olunur. Yəni bu indi deyil. Qurtuluş jurnalının Qızıl Şərq mətbəəsində çıxıb Azərbaycan Xalq Cəbhəsinin orqanıdır. 3-cü 4-cü say 92-ci il. Bu bir. İkincisi demək Aydın Balayevin mərhum tarix elmləri doktorunun bir sıra Azərbaycan Xalq Cəbhəsinin tarixinə həsr olunmuş kitablarında və özünün əksini tapıb. Bir daha təkirləm, bu yəni indi hansısa bir sandıqdan çıxarılıb və bugün indi ortalığa atılan bugün məsələ deyil. İndi mən sizə çox maraqlı olar bu məsələ dinləyicilərimiz üçün. Gündəlik Ağca Təşəbbüs Mərkəzinin hesabatı Tofiq Qasımov çıxış eləyib. Təşəbbüs Mərkəzinin hesabatı ilə. Azərbaycanda siyasi vəziyyət, siyasi məruzəni Əbülfəz Əliyev eləyib, o vaxt hələ Elçibəy deyildi. Ağcayenin Təşəbbüs Mərkəzinin mətbuat vasitələri əlaqəsi haqqında məlumat Leyla Yunus. Ağcayen nizamnaməsinin haqqındakı məruzə Sabit Bağırov. Ağcayen nizamnaməsinin təsdiqi, elə burada da belə yazılıb, Zərdüşt Ərzadə. Təşkilat məsələləri barədə demək İsa Qəmbərov. Bütün təşkilat məsələləri barədə məlumatları, arayışları və məruzəni İsa Qəmbərov edir. Reglament əsas məruzələr üçün 20 dəqiqə olub, çıxışlar üçün 5 dəqiqə. Yəni, demək, açıqcası, yəni, o məsələyə də vurğulayım, çünki bir çoxları bəzən təəccüblənirlər. İki əsas məsələ, siyasi məsələ və təşkilat məsələsi o vaxt Əlifəz bəy tərəfindən və İsa Qəmbərov tərəfindən, İsa Qəmbər tərəfindən edilib bu məsələni də qeyd alım. Çünki həmin kitabda güya deməli konferansın sənədlərinin hazırlanması, qərarların hazırlanması və s. kimi məsələlərin Zərdüşt Ərzadənin və onun qrupu tərəfindən olması barədə məlumatlar deyilir cürbəcür və bu tamamilə doğru deyil. Burada qəbul olunmuş 8 səhvləməmsi qətnamə, səhvləməmsi yox, daha doğrusu qətnamələr hamısı burada göstərilibdir. Onun ikisini mən hazırlamışam, məsələn, Azərbaycan dövlət suverenliyi haqqında və Azərbaycan Demokratik Respublikası haqqında. Birini İsa Qəmbər hazırlayıb SSR Türk xalqlarının vəziyyəti haqqında və ilaxır. Yəni sənədlərin də mühüm bir hissəsi demək Əlifəz Elçibəyin liderliyində olan qrup tərəfindən hazırlanıb və keçirilib. O kitab, baxıram kitabla aponentlik edib, mən məcburuq yəni. Yəni tamamilə uydurma və yalama. Orada başqa bir məsələlər varsa mən onlara da aydınlıq gətirərəm. Burada təsis konfransı ilə bağlı mən istəyirəm əsas bundan davam edək Pənah bəy. İndi əlbəttə sizə sual verəcəm o ilk təsis konfransında sizin fəaliyyətiniz nə idi, nədən ibarət idi, amma təsis konfransının da nə baş verdi? Belə bir yazır Zərdüşt Əlizadə, deyir ki, birinci və başlıcası AXC onu AKP-dən fərqləndirən və ayıran ən mühüm üstünlüyünü itirdi. AXC daha Ağacabad Salamovun Vəzirovla görüşdə dediyi kimi bir hesablıq etmədiyini iddia edə bilməzdi. Yəni, AXC öz tarixini fırıldaq və saxtakarlıqdan başlayıb, öz əxlaqı mənəvi üstünlüyünü itirdi. İkincisi, AXC liderliyinə onun təsisçilərinin ciddi cəhlə işləyib hazırladıqları amallara tamamilə yad olan insan gəldi. Üçüncüsü, AXC bu andan
sonra demokratiya Elə orada özü istəyən bir dayanın. naminə deyil. Bu AXC-nin amallarından tamamilə yad olan adamın onun dedi gəlib liderliyin, eləmi? Bəli. Mən sizə əsas məruzənin təsis konfransında, siyasi məruzənin Əbülfəz Əliyev, Bəli. yəni Elçibəy tərəfindən edildiyin və Əbülfəz Elçibəyin həmin məruzəsində Zərdüş Ərzadənin hansı münasibət bəslədiyini və verdiyi qiyməti oxudum, eləmi? Bəli. İndi o vaxtki konkret konfrans protokolu və sonraki illərdən sonra hikyə ilə, nifrətlə, paxıllıqla, həsədlə, uydurma, yalanla olan həmin bu əhvalat. Millətçi dələduzlar dəstəsi Əbülfəz Əliyevi AXC-yə sədr sırıdılar deyir. Yəni, ümumiyyətlə tərbiyəsi olan və özünün Zərdüş Ərzadə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının ilk dövrünün əsas figurlarından biridir. Yəni, bunu heç kəs inkar eləmir. Bəli. Yeri gəlmişkən maraqlı olar ki, bu necə olub, bu məsələ gəlib, ona da bir aydınlıq gətirək. Çünki, məsələn, sizin dostunuz Nemət Pənahlı, Mənim dostum. bizim də hərəkatın əsas o dövrdə, 88-ci ildə Nemət bəy, sizi də dəvət edirəm. əsas adamlarından biri, məsələn, deyir ki, o həbsdə olanda noyabr hadisələrinə görə həbs olunmuş dekabrın 7-sində və AXC Təşəbbüs Mərkəzi mart ayında yarananda Ağacavaz Salamovun mənzilində o demək həbsdə olub. Sadəcə Xalq Cəbhəsinə insanları aldadıb cəlb eləmək üçün onun adını yazıblar birinci sıraya. Elə danışır. Mən sevirəm, sizdə danışır. Bu yaxınlarda Lav TV-də Xatırlamıram. Lav TV-də danışırdı ki, və demək bu cür o da bu şəkildə danışır. Yəni Əbülfəz bəy bunu yazdırıb, təşkil etdirib və mən yenə burada bir dəfə bunu biz çap elədik. Bu Azərbaycan Xalq Cəbhəsinin o dövrdəki orqanı olan AXC-nin xüsusi bültenlərinin birinci nömrəsidir. Burada Təşəbbüs Mərkəzinin siyasi var. Xeyli adamdır bunu, amma və onu dəstəkləyən adamlar var. Yeri gəlmişkən, bəzən bu Azərbaycan Xalq Cəbhəsi kimlərdən ibarət olub deyə suallar da meydana gəlib. Bir mənalı şəkildə Azərbaycan Xalq Cəbhəsini Azərbaycan ziyalıları yaradıb. Bu təkcə Təşəbbüs Mərkəzinin Koordinasiya Şurasının üzvlərindən söhbət getmir. Kimlər idi Pənah bəy? Demək, ümumiyyətlə, Bəxtiyar Vahabzadə, Azad Mirziyanzadə akademik, Oktay Mirqasımov, kino rejissor, daha sonra, mən olarmı, hələ Təşəbbüs Mərkəzindən, demək, Profesor Pənah Xəlilov, Profesor Kamil Vəliyev, Profesor, demək, Hacıyev, demək, hüquq elmləri doktorları Xələfov, Murtuzə Ələsgərov. Murtuzə Ələsgərov AXC-nin təsis konfransında. İlk dövrdə əsas yardım göstərən şəxslərin, ziyalıların içərisində onun da adı keçir. Bu, yəni mən özümdən deyirəm, bu birinci bülletində gedilən adlardır. Və, yox, deyəsən burada, bəli, Murtuzə Ələsgərov, sonra Mövsumov Cinayət Kafedrasının müdürü, sonra və digərləri. Yəni, bir tanıya biləcəyiniz çox az o dövrdə Azərbaycan ziyalı elitasına daxil olan şəxslər rəsmən Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və onun içində iştirak etməyib. ANAR Yazıçılar İttifaqının sədri, Elçin Vaxt Vətən Cəmiyyətinin sədridir. Onlar Xalq Cəbhəsinin işində birbaşa iştirak eləblər, amma mən xatırlayıram, Xalq Cəbhəsindən əlaqələri əleyhinə də çıxmayıblar. Yəni o dövrdə, xüsusən yaradılması dövründə və çox ciddi bir məsələni də yenə xatırladaq. Bu məsələ olduqca demək vacibdir. Bu məsələ haqqında danışdığım mətləbi başa düşmək üçün. Hətta demək konferansdan sonra Bəxtiyar Vahabzadə Xalq Cəbhəsinin yaranması münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir. Xalq Cəbhəsinin bütün proqram müddəaları ilə razıyam və bu cəbhənin üzvü olmağı özümə şərəf bilirəm. Xalq Cəbhəsinin yaranmağına mane olanlara qarşı qəti etirazımı bildirəm. Xalq Cəbhəsinin yaranmasına mane olanlar Azərbaycan xalqının düşmənləridir. Bu da Bəxtiyar Vahabzadənin fikridir. Yeri gəlmişkən sonra da
Məsələn, deyək ki, Qudret Əbdülsalamzadəni mən xatırlayıram, sonralar Əmlak Komitəsinin sədri oldu Əlfəz Elçibəyin prezidentliyi dövründə. Rahib müəllim, iqtisad o vaxt institutu idi, universitet deyildi. Onun professoru demək, o vaxt sahibkarlığa yardım komitəsinin səhv eləmirəmsə sədri oldu. Yəni bir çoxları bu bizim ziyalılarım prezident aparatında Həsən Quliyev başda olmaqla Azərbaycanın ən tanınmış o dövrdəki filosofların böyük bir heyəti analitik mərkəzdə yaradılmışdı. Prezident yanında onun üzvləri idi. Yəni demək istəyirəm ki, Azərbaycan Xalq Cəbhəsi iki əsas, əlbəttə ki, bütün digər yerlərdə mövcud idi, amma onun beyin mərkəzi Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universiteti idi. Bütün digər başqa universitetlər də burada iştirak edirdi. Elmi Tədqiqat İnstitutları demək, Elmlər Akademiyası, beyin mərkəzi Elmlər Akademiyası olub, müxtəlif institutları və bundan əlavə bizdə gənclik. Yəni əgər mənə desələr ki, bunun əsas toplum subyektləri kimdir? Azərbaycan ziyalıları və Azərbaycan gəncliyi, xüsusən tələbə gənclik. Əlbəttə ki, burada fəhlilərin də demək, digər başqa zümrələrin də iştirakı çox keçmiş ümumi xalq hərəkatı idi və təbii. Amma mən bunun yaradılışında iştirak eləyən və onun səviyyəsini həm də müəyyən eləyən, intellektual baxımdan, mədəni baxımdan müəyyən edən əsas hissəyə diqqəti cəlb eləmək istəyirəm. Biz bir dəfə sizdə mən dedim, hazırlayırıq bunları. Bunların hamısının orijinalların kopyalarını kitablar şəklində dərc edəcək və həqiqətən hətta Pribaltika respublikalarındakı xalq cəbhələrinin də istər rəhbərliyində, istərsə aşağı strukturlarında elmlər namizədi, elmlər doktoru, professorların tərkib faizi Azərbaycan xalq cəbhəsindən aşağıdır. Təşəbbüs mərkəzinin 70% elmlər namizədi, elmlər doktorlardır. Bəlkə ona görə deyirlər ki, AXC-ni KKB yaradıb. Yəni bunun nə əlaqə var orada? Yəni hamısı dövlət işçiləri idi. Dövlət işçiləri deyil, ziyalılardan söhbət gedir. Ziyalılar dövlət işçiləri deyil. Bir nəfər də olsun dövlət işçisi Azərbaycan Xalq Cəbhəsinin yaranmasında onun təşəbbüs. Yəni universitet qrupunu yaradılması. Akademiyanın alimləri. Siz özünüz savadlı adamsınız. Bilirsiniz ki, universitet müəllimi dövlət işçisi kimi, xüsusən də elə universitetlərində... Rəsmi keçmir, amma dövlətin təsiri var. Mən bilirəm, indi onu ola bilsin polemika xatirinə deyirsiniz. Azərbaycan ziyalılarının da hamısını və bizim universitetlərin də hamısını və orada iştirak edən bizim professorları, elmlər doktorları, müəllimləri də hamısını güya KKB adamı kimi təqdim eləmək yanlışdır. Niyə bunu edirlər də? Bunu gəlin. Bunu KKB yayır və onun təsir altında olan adamlar. Mən dəfələr onu vurğulamışam. Bu məsələ ümumiyyətlə bir Azərbaycanda yox. Bütün keçmiş SSR-də hələ 88-ci ildən başlayaraq demək, o dövrdə KKB xüsusi xidmət orqanları bu məsələni, gözdən salmaq məsələni, xalqların milli o vaxt xüsusən respublikalardakı milli azadlıq hərəkatlarının, demokratik hərəkatları demək, kölgə altında qoymaq, xalqların özünə və insanların həm də özünə olan inamını qırmaq, güya ki, hər şey əslində proqramlaşdırılıb. Məsələn, sizin dediyiniz kimi KQB tərəfindən hazırlanıb gedib, bu KQB-nin özünü o dövrdə xalq hərəkatlarına, demokratik hərəkatlara, milli hərəkatlara qarşı apardığı mübarizənin taktikasının bir elementi idi. Maraqlıdır ki, bunun iştirakçıları da bu iddiadadılar bəziləri. Bu gün də bu davam edir. Bu gün də bu davam edir və bu cür məsələlər bu şəkildə və xüsusən bu məsələ Azərbaycan, Pribaltika və digər milli respublikalarda böyük əhəmiyyətə malikdir. Çünki əslində imperiyanın bərpa olunması və yenidən, yəni o sistemin reanimasiyası üçün aparılan cəhdlər indi də var və bunun üçün də ən vacib cəhət xalqların, o dövrdə keçmiş SSR-in tərkibində olan xalqların milli azadlıq, müstəqillik və demokratiya uğrunda güya mübarizə aparma iradəsinə, gücünə, qüdrətinə, potensialına, şuuruna biz sual altında qoymaq, bir natamamlıq kompleksi yaratmaq məqsədi ilə aparılan çox ciddi ideoloji və informasyon təxribatlardan biri budur ki, 30-40 il davam edir, bugün də davam edir. Yəni mənim yanaşmam bundan ibarətdir, bu barədə acizə bir bu mövzuda, bu geniş bir mövzudur. Bunu iddia edənləri çağırsaz, deməli, məsələn, Nemət Pənahlı ilə deyir, eləmi? Bəli, mən bir neçə dəfə deyib. Nemət Pənahlı məsələn onu deyir və mən Nemət Pənahlının 88-ci il noyabr ayının
ikisində. Bu istintaq məhkəmə materiallarında var. Onun əlavə Ədalət Tacizadənin məşhur Meydan kitabında var. Onun axırıncı gün, yəni dağılmamışdan bir gün əvvəl, təxminən 2 gün əvvələ düşür ikisi, amma bir gündə hesab eləmək olar, çünki gecə artıq vəziyyət dəyişmişdi. Axırıncı meydanın dinc yola dağılması barədə KGB o dövrdəki Azərbaycan KGB sədrinin və mavini ilə olan Əlfəz bəy də iştirak edib həmin demək görüşdə bu barədə yazılıb. Yəni bunlar açıq dövriyədə olan məlumatlardır. 7 ya 8 bənddən ibarət Nemət Pənahlının tələbləri var, dağılışmaq üçün. Bu tələblər həyata keçirilirsə, Bəli. meydan dinc yolla ayın 3-də ya 4-də dağılır. Onlardan biri xalq cəbhəsinin yaradılmasıdır. O tələblərdən biri. Demək, Bu tələbi Nemət Pənahlı qoyur. yəni Nemətin tələblərindən biri, özünün həm də özünün təqdim elədiyi tələblərindən biri xalq cəbhəsinin yaradılmasıdır. Ümumiyyətlə meydan 88-ci il meydan mitinqində bu xalq cəbhəsi məsələsi bir qədər dolaşıq şəkildə təqdim olunur. Bir o vaxt Zərdüşt Əlizadə qrupunun təqdim elədiyi xalq cəbhəsi bir ayrı bir məsələ idi. Amma deyək ki, Hatəminin demək artıq oktyabrın səhv eləmirəmsə 30-da elan etdiyi xalq hərəkatı cəbhəsi vardı. Hələ noyabrın mitinqlərinə qədər. O başqa idi. Varlıq təşkilatının mənim də üzv olduğum Varlıq təşkilatının demək təşəbbüs göstərdiyi xalq cəbhəsi, yəni xalq cəbhəsi ideyası bir Zərdüşt Əlizadəgilin indi bu gün o kitabda yazdığı kimi onlar tərəfindən irəli sürülən məsələ deyildi. Müxtəlif əlbəttə ki, o məzmun fərqləri vardı. O ifadə altında, o termin altında fərqli yanaşımları özündə müşahidə olurdu. Amma xalq cəbhəsi təsadüfən deyil, sizin efirdən Təhmasib Novruz dedi ki, biz də eşidib gedib Ağdamda xalq cəbhəsi yaratdıq. Ağdam xalq cəbhəsi. Elə mi? Bəli. Ona görə də, yəni, amma Nemət Pənahlı bu gün həmin Nemət Pənahlıdır. Noyabr mitinglərində əsas tələblərindən birini təkcə ayın 3-də, 4-də yox, ondan əvvəl də xalq cəbhəsi yaradılsın deyən Nemət Pənahlı deyir ki, xalq cəbhəsi ideyasını KGB gətiribmiş. Gündəm, elə mi? Bugün dəfələrlə eşitmişsiniz, yarın siz də eşitmişsiniz. Mən ona görə dedim ki, mən sizdən elə bu veriliş ideyası müzakirə olun dedim ki, bəlkə Nemət Pənahlı ilə başlayasınız və yaxud xüsusən mən çox istəyirəm ki, mənim verəcəyim suallar var. Təkcə o məsələ deyil, onun xalq cəbhəsi haqqında digər başqa çıxışlar da var orada. Özün dəvət Və edəcək, hətta- elə yeri gəlmişəm buradan deyil. Və hətta, yəni, əcəba xeyr ola onda belə bir sual çıxır da məntiqi ki, KGB-nin yaratdığı, ortaya qoyduğu xalq cəbhəsi ideyasını niyə bu ciddi cəhdlə, təbliği ilə, tələb kimi, hətta meydanın mitinqin tələbi kimi qoyulmuş. Ondan əlavə hələ 89-cu ildə. Deyər ki, mən o vaxtı bilmirəm. Elə mi? Belə varsayaq ki, Nemət Pənahlı təhsil altına düşübmüş ya hansısa bir səbəbdən. O vaxt hələ bilmirmiş, sonradan dərk edib. Çünki demək, bu həbsdə olanda özü bilirindi mən nələrə işarə edirəm. O məşhur mütəxəssis Savuşkin, yəni bunun müstəntiqi, buna deyib ki, sən gərək niyə mani olursan xalq cəbhəsinin yaradılmasına. Halbuki bir daha təkərləm, Nemət Pənahlı xalq cəbhəsinin söhbət Zərdüşt Əlizadəgilin təşəbbüsünə mane olub, onları xain elan edib çıxışlarında. Amma xalq cəbhəsi Nemətin başa düşdüyü həqiqi xalq cəbhəsinin yaradılması üçün çıxışlar eləyib, tələblər qoyub. Demək, mitingdə. Hələ üstəlik deyək ki, Savuşkin deyəndən sonra bu başa düşüb ki, sən demə bu imperiyanın oyunudur, hə? Varsayaq da, hə? 89-cu il mitinglərində. 29-u iyulda Xalq Cəbhəsinin təsis bugünkü 16 iyulda konferansından sonra 29 iyulda sonunda iki mitingdə, o miting Xalq Cəbhəsinin idarəyyətinin təşəbbüsü ilə çağırılmamışdı. Bir qrup idarəyyəti üzvü Nemət Pənahlı, Etibar Məmmədov və Rəhim Qaziyevin təşkilatçılığı ilə baş tutmuşdu. O mitingin tələblərindən biri Azərbaycan Xalq Cəbhəsi qeydə alınsın. Yəni bu deyir ki, indi yaratmışdılar bu. Sizin də burada indi dediyiniz tərzdə o mitingin təşkilatçılarından biri Nemət Pənahlı. Yəni demək istəyirəm ki, bir məntiq və adıcıllıq. Bəlkə sədrlik iddiası var idi mi? Yox, Nemət, bəlkə də varmış, mən deyə bilmərəm, amma onun imkanı yoxdur. Ümumiyyətlə, Nemət Pənahlı Xalq Cəbhəsinin təşəbbüs mərkəzinə, sonradan artıq formalaşdı olan təşəbbüs mərkəzinə, o iyunun əvvəllərində həbsdən çıxdı. Həmişə deyir ki, bu Əbülfəz bəyin təkidi ilə gəlib.
Nemət Pənahlının Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzinə təqdim edən İsa Qəmbərov. Ümumiyyətlə, İsa bəyin Nemət Pənahlı ilə Nemət Pənahlının siyasi, belə deyək ki, bioqrafiyasındakı o dövrdə oynadığı rol da çox maraqlıdır. 23-ü Nemət Pənahlının və Hatəmi, sonra Ənvər Əliyevin, siz o geniş araşdırdığınız məhkəmə materialları ki var, bu meydan hadisələri ilə bağlı həbs olunanların. Onun 22-ci cildində meydandakı mitingdə edilən çıxışların stenoqramı verilir. Həm Rusca, həm Azərbaycan dilində, orijinal Azərbaycan dilindədir. Orada 23 noyabrda İsa Qəmbərin çıxışı var. İsa bəyin 20 noyabrda var, mən onu da deyəcəm, Xalq Cəbhəsi ilə bağlı olduğuna görə. 23 noyabrda İsa Qəmbərin çıxışı var. Onun çıxışının əsas hissəsi ondan ibarətdir ki, tezislərindən biri ondan ibarətdir ki, Nemət artıq, Nemət Pənahlı lider kimi formalaşıb, mən bütün miting iştirakçılarının Nemətin ətrafında birləşməyə çağırır. Bunu İsa Qəmbər deyir. Bəli. Mitingdə. Bəli. Yəni, ilk dəfə mitingin Nemətin ətrafında birləşməyə çağırıram tezisi İsa Qəmbər tərəfindən irəli sürülüb və bu məsələyə görə İsa bəy çox maraqlı bir sizə bir sənədi də Çox maraqlıdır. Göstərim. Demək, İsa bəyin bu hadisələrə görə dindirmə protokolu var. Və həmin dindirmə protokolu budur. Müstəntiq bu SSR prokurorluğunun üzvü Mamedov E.A. ikinci dərəcəli demək, hüquqşünas 25 aprel 89-cu ildə demək, İsa bəy dindirilib hadisələrə görə. Və onun həmin dindirmə protokolunda bir sualın biri verilir ki, siz niyə 23 noyabrda Nemət Panahovu formalaşmış lider adlandırdınız və mitingçiləri onun ətrafında birləşməyə çağırdınız? Birbaşa sual verilir. Və bu suala da İsa bəy deyir ki, bu mənim subyektiv fikrim idi. Əvvəla həqiqətən də deyir, artıq kifayət qədər populyarlıq qazanmışdı. Fəhlə sinfi arasında o dövrdə demək başqa bir lider tribunada xüsusən başqa bir lider ona bərabər sayda yox idi. Əbülfəz bəy harda idi bəs? Necə? Əbülfəz bəy. Əbülfəz bəy meydan mitinglərində onun ruhu və arxasında olan lider idi. Söhbət tribunadan gedir. Yəni Nemətin arxasında idi. Başa yox, mitingin, yəni əsas o mitingin, bilirsiniz, bu məsələlər indi vaxtımız da o qədər deyil, amma davam eləyib, problem deyil. Demək, meydan mitingi Ənvər Əliyev və yurt demək, tələbə təşkilatı tərəfindən başlanmışdı. Gün yarımda həqiqətən də Ənvər Əliyevin liderliyi ilə gedirdi. Amma bir gün yarımdan sonra artıq mitingdə sayda çoxaldı və hətta mitingi Nemət Pənahlı, elə Əbülfəz bəyin də çıxışlar var, Sabir Üstünxanın çıxışı var. Onun dağılıb sonra yenidən toplanması çağırışlar edildi. Bu baş tutmadı. Mən ona görə çıxışlarımda deyirəm ki, meydanın əsas qəhrəmanı Azərbaycan xalqıdır. Çünki meydanda demək olar ki, bütün o liderlər əvvəlcə, hətta sonralar da müəyyən momentlərdə mitingin dağılmasına çağırırlar. Mitingin dağılmaması Azərbaycan xalqının orada iştirak edən mitingçilərin özlərinin iradəsi olub. Yəni, bu geniş bir şəkildə məlum olan bir həqiqətdir. Heç kəs də bunu inkar edə bilməz. Və o baxımdan da, lakin 2 gündən sonra təxminən, demək, nümayişin idarə olunması Varlıq Təşkilatının üzvləri tərəfindən həyata keçirilməyə başlayıb. Siz də onun üzvü idiniz. Mən də Varlıq Təşkilatının üzvü olmuşam. Nemət Pənahlı da Varlıq Təşkilatının üzvü olub. Sabir Üstünxanlı da Varlıq Təşkilatının üzvü olub, Aydın Məmmədov da Varlıq Təşkilatının üzvü olub, İsa Qəmbərov da Varlıq Təşkilatının üzvü olub. Yəni, meydanında o dövrdə üzdə olan, populyar olan aparıcı fəalların təxminən 60-70% Firidun Cəlilov Varlıq Təşkilatının əsas
üzvlərindən idi və sonra 25-i ya 26-sında yaradılan nümayiş komitəsinin də sədri Firidun Cəlilov olub. Faktiki olaraq, yəni Varlıq Təşkilatı tərəfindən, sonradan Varlıq Təşkilatının özünün üzvləri arasında Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Firidun Cəlilov arasında da müəyyən demək fikir ayrılıqları meydana gəldi 25-26-sı, 28-ci noyabrdan sonraki dövrdə. Amma yeganə bir şəxs idi ki, həm nümayiş komitəsinin üzvü idi, həm də Nemətin o acıq eləyən miting iştirakçılarındakı qərargahının əsas iştirakçılarından və yönəticilərindən biri bu Əlfəz Əliyev Elçibəy idi. Ona görə də əslində bir daha təkrar eləm, mən bunu elə belə sadə ümumi mənada demirəm. Orada yəni baxmayaraq ki, tribunada ilk planda görünmürdü. Amma mitingin idarəçiliyi Varlığın əlində idisə, Varlığın da əsas idarəçiliyi ümumi halda. Müxtəlif qruplar, orada da şübhəsiz müxtəlif qruplar var. Əlfəz Elçibəy idi, lider. Demək istəyirəm ki, bu məsələ ilə bağlı idi və İsa bəyin bu Nemət Pənahlı təşəbbüs mərkəzinə o həbsdən çıxandan sonra da əsas təqdim eləyən bir növ, belə deyək ki, İsa bəy olub. Və ümumiyyətlə Ağca Məclisi ilə oktyabr ayının 28-26-sında İsa Qəmbər və Nemət Pənahlı çox yaxın oldular. Yəni, çox yaxın oldular. Düzdür, onları mən tanış eləmişəm. Səhv eləmirəmsə, aprel ayında, aprel 88-ci ildə biz bir növ burada biraz da xatirə danışırıq da. Çünki bugünkü günlə bağlıdır. Bəzi məsələlər qoy deyilsin. 88-ci ilin aprel ayında Komsomolun Mərkəzi Komitəsi Maladiyoz Azərbaycan və Azərbaycan Gənclər Təşkilatının redaktorluğu ilə elə indiki Nazirlər Komitəsində yerləşirdi bir tərəfində. Komsomolun Mərkəzi Komitəsi görüş təşkil etmişdi. Və orada bir xeyli akademiyadan, müxtəlif yerlərdən ya tanınmış müəyyən ictimai fəallar, ya komsomol komitələrinin, həyat partiya komitələrinin nümayəndələri iştirak edirdi və Nemət Pənahlı orada iştirak edirdi. Mənlə İsa bəy də akademiyadan gəlmişdik. İsa bəy kifayət qədər tanınmış artıq o köhnə bayatılar və yeni əfsanələr adlı Zorabalayana olan cavabından sonra 85-ci ilin yanvarından İsa bəy bu tədbirlərin əksəriyyətinə dəvət alırdı. Mən demək akademiyanın mitinglərində iştirak edən və o dövrdə artıq varlıq formalaşmağa başlamışdı. Mən də gəldim ora İsa bəylə birlikdə və mən Neməti tanıyırdım Çənlibeldəki demək tədbirlərdə iştirakımdan. Çünki mərhum Vurğun Əyibov sədri idi Çənlibelin. Sabirabadda bir saat tədbirini Vurğun Əyibovu mən Sabirabaddan tanıyırdım. Yəni təxminən eyni bir dövrdə mən Tarix Diyarşünaslıq Muzeyində işləmişəm. O da orada hətta bir tədbir təşkil olunmuşdu Asif Əfəndiyevlə, Asif Atı ilə. O dövrdə elə adlanırdı. Onu Vurğun Əyibov təşkil eləmişdi Sabirabadda. Vurğun bəylə də tanışıydım. Amma əsas Nemətin də həm Vurğun bəy vasitəsilə, həm də Əlfəz bəy o dövrdə. Mən Əlfəz bəylə 85-86-cı ildə Moskvadan biz tanış olmuşam. Rəhmətli Aydın Balayev tanış edibdi. Əlfəz bəy o dövrdə elmlər doktorluğu işi ilə əlaqədar elmi ezamiyyətdə olmuşdu. Mən də təxminən yox, 84-86-cı illərin sonuna kimi Moskvada yaşamışam. O Nemətin dediyi demək xüsusi tədqiqatlarda iştirak eləmişəm. Elmi rəhbərim, çünki həmin tədqiqatların rəhbəridir. Mərhum Maksud Sadikoviç Yunusov, çox böyük sosiolog, milli məsələlər üzrə mütəxəssis olub. Mən 3 il ailəmlə birlikdə o dövrdə Moskvada yaşamışam. Oradan tanış idim. Əlfəz bəy tanış eləmişdi və mən İsa bəylə həmin Komsomolun Mərkəzi Komitəsində, binasında, o tədbirdə İsa bəylə Neməti tanış eləmişəm. Belə olmuşdu. Çox yaxınlaşmışlar həqiqətən və İsa bəy onu irəli sürdü bu məsələlərdə və bir daha təkrar edirəm, meydandakı çıxış və ondan sonra hətta müstəntiqin mübarədə xüsusi bir sual verməsi İsa Qəmbərə, onların hamısının surətləri məndə də var. Hesab edirəm, Nemət Pənahlıda da həmin o materialların kopyaları olmalıdır. Baxa bilər, yəni, baxa bilər, hansısa bir təhrif və yaxud düzgün olmayan məsələ olsa olur. Oktyabr ayının 26-28-də ya 27-28-də burada göstərdiyim ki, o materialları göstərdim. Məclisinin birinci sessiyasından sonra aralarında
demək, soyuqluq yarandı İsa bəylə Nemət Pənahlı arasında və sonra da elə bu davam elədi. Əvvəlki artıq münasibətlər olmadı. Ümumiyyətlə, Azərbaycan Xalq Cəbhəsinin yaranma tarixini konkret olaraq və bu konfransı Varlıq Təşkilatının, Bakı Alimlər Klubunun, Çənlibel demək, təşkilatının tarixlərisiz anlamaq, başa düşmək və doğru düzgün bərpa eləmək mümkün deyil. Və məsələn, bir maraqlı bir detal da sizə deyim, mən bu yaxınlarda rast gəldim. Məlum olur ki, indi bəzi sənədlərdən ortalığa çıxdı və sonra mən onu müqayisə edib tapdım ki, həqiqətən səndən belə şey varmış. Mərhum Məhəmməd Hatəmi həmişə deyirdi ki, KQB varlığı yaratdı ki, Çənlibelə qarşı. Mən çox rast gəlmişəm onun çıxışlarında, yazılarında, müsahibələrində və s. Onu mən bu yaxınlarda acı həqiqətlərinə bir də baxırdım. 93-cü ildə hələ Milli Qurtuluş qəzetində dərc edib. Sonra kitabçalar halında da vardı. Demək olar ki, dəyişdirməyib, amma əsas orijinal, ilkin demək, mətin 93-cü ilin Milli Qurtuluş qəzetindədir. Onun özü təsisçi idi o vaxtı. Orada verilibdir. Orada belə bir ifadə var ki, sən demə, belə bir ifadə yazır ki, Varlıq Təşkilatını da deyir, İsfəndiyar Coşqunun evində mən yaratmışam. Yəni, hətta, məncə bu həqiqətə uyğun deyil, amma hər halda və başqa bir bundan bağlı bir detal arası gəldim. Firuzun Cəlilovun məlumatları əsasında mərhum professor Nəsiman Yaqubunun kitabında məlum olur ki, mən sözün doğrusu xatırlamıram. Varlığın idarə heyətinin üzvlərindən biri də Məhəmməd Hatəmi olub. Həmin Məhəmməd Hatəmi sonradan məsələn dəfələrlə danışıb, yazıb, müsahibələrində göstərib ki, sən demə varlığı, yəni onun özünün yaratdığı dediyi İsfəndiyar Coşqunun evində, özünün qəzetində öz belə deyək ki, acı həqiqətlər əsərində dediyi kimi varlığı sən demə DTK yaradıbmış ki, Çənlibelə qarşı. Belə bu cür məsələlərin bərpa olunması olduqca vacibdir. Demək istəyirəm ki, o üç əsas təşkilatın demək, tarixinin öyrənilməsi lazımdır. İndi bax, bu Nemət tez-tez deyir ki, bu gün deyəsən Nemətdən çox danışdıq. Nemət tez-tez deyir ki, amma bugünkü mövzu çox onunla, o dövrlə əlaqədardır. O da Nemətsiz mümkün görünmür. Deyir ki, Fərhad bəy, insaf dininin yarısı adamın xidməti olub. Olub. O dövrdə olub, təəssüf ki, özünü məhv elədi və özünün də xidmətlərinin üstündən xətt çəkdi. Yəni, nəysə, o özü gələndə bəzi məsələlərə gələrsə, danışıb müzakirə edərik normal şəkildə. Deyir ki, yenidən qurma uğrunda Xalq Cəbhəsi də onun əleyhinə olub. KQB-nin yaratdığı, demək, yenidən qurma uğrunda sözündən xüsusən yapışır. Nemətin üzv olduğu, demək, Çənlibel təşkilatının ki, Azərbaycanda yeni dövr, Milli Azadlıq Hərəkatını Çənlibel başlayıb deyir və onun da əsas lideri Məhəmməd Hatəmi olub. Nemət Pənahlı indi də bunu deyir. Baxmayaraq ki, mərhum Məhəmməd Hatəmi ilə sonradan araları xeyli dərəcədə fərqli olub, eləmi? Bəli. Demək, Çənlibelin əsasnaməsində Çənlibelin yenidən qurma ideyasının yayılması və təbliği üçün və keçirləşməsi üçün yaradıldığı xüsusi bəndən qeyd olunub. Həmin Milli Azadlıq Hərəkatında şübhəsiz xidmətləri olan, Azərbaycan Milli Hərəkatında o dövrdə Məhəmməd Hatəminin oktyabrın 30-da mən bayaq qeyd elədim, yaratdığı Xalq Hərəkatı Cəbhəsinin əsas maddəsi yenidən qurmanın və o cümlədən demək, Marksist-Leninci ideologiya əsasında həyata keçirilməsi bəndə olub. Nemət Pənahlı da demək, o dövrlərdə iştirak edib. Yəni, demək istəyirəm ki, bu cür məsələlərin bugün belə absurd görünən, cəfəng görünən məsələlərin duruldurub, doğru düzgün əsl həqiqi tarixi mənzərənin bərpa olunması üçün xüsusi tədqiqat əsərlərinə, çünki insanların çoxunun başında sözün doğrusu bilmirəm, yaşla bağlıdır, ya nə ilənsə bağlıdır, cürbəcür qarşılıqlar və s. deyil. Mən onları, bu misalları ona görə gətirdim ki, bu xüsusi bu Zərdüştə aid deyil, o artıq nağılçıdır. O, əvvəldən, axırda qeyd edir ki, mən bunun nağıl yazmışam, uydurub, orada mənim də haqqında bir xeyli məsələlər var. Xalq Cəbhəsinin bu konfransı haqqında da məsələlər var. Dediyiniz kimi, güya bura, sən demə, Ordubaddan xüsusi olaraq nümayəndə... Ordubad çayxanası yazıb ki, çayxanadan gətiriblər. Gətirilib və s. və ilaxır və demək, bu yolla məsələ olub. Məsələ isə əslində ondan ibarət idi ki, Əlifəz Elçi bəy artıq o dövrdə Milli Hərəkatının lideri idi. Varlığın lideri idi.
və Azərbaycan ziyalı elitası daxil Azərbaycan ziyalıları, Azərbaycan tələbələri, tələbə gənci içərisində ən yüksək nüfuza malik olan şəxs idi. Sizin efirdən Ənvər Əliyev də deyirdi, Əlfəzəl Əliyev mən təqdim elədim mitinqə. Heç onu orada tanıyan yox idi. Yerdən həqiqətən bəzilər deyir ki, təqdim eləyin. O mitinqin o dövrdəki qaydasıdır ki, danışanları təqdim edin. Əlbəttə ki, orada yüz minlərlə adam olanda hələ Əbülfəz Elçibay yüz minlər tərəfindən tanınmırdı. Lakin Meydanda. Lakin Azərbaycan ziyalıları arasında ali təhsil və universitet odur və bir universitet vardı. Universitet ziyalıları arasında, elmi tədqiqat insanlar arasında, yaradıcı ziyalılar arasında, tələbə gənclər arasında. Məsələn, yurt təşkilatının ideya rəhbəri, belə demək mümkünsə, onların hesablaşdıqları, məsləhətləşdikləri əsas figur, avtoritet, mənbə Əbülfəz Elçibay. Hətta Zərdüşt Əlizadə öz kitabında da yazır ki, mən tələbə olarkən universitetə getdim və orada bir müəllim var idi. O növbəti bir nağıldır. Əbülfəz Elçibay, orada Zərdüşt Əlizadə yazır ki, 65-ci ildə olub, o ikinci kurs oxuyanda sentyabr ayında. Bəli. Əbülfəz Elçibay 65-ci ilin oktyabr ya noyabr ayında aspiranturaya daxil olub və 68-ci ildən müəllimlik fəaliyyətinə başlayır. Tamam, da 65-ci ildə müəllim olmayıb. Yox. Amma burada yazır müəllim. Bu dediyi nağıldır da. Biz o roman kimi elə bir uydurma məsələdir. Elə şeylər çoxdur. Mən üzr istəyirəm, yeri gəldi deyim. Orada bir Əlfəz Elçibay belə güya öz aləmində. Əlfəz Elçibay da elə şəxsiyyətdir ki, onu kim nə qədər qaralayır, güya döyəcdir və s. Əlfəz Elçibay elə yüksələ gedir. Orada bir məsələ var, deməli, güya hansısa bir adamın adından danışır ki, Əlfəz Elçibay içkili olub, yerə yıxılıb, onun demək, şəkli qalıb, eləmi? Onun Fəqədinin multfilminin 1975-ci il sərinin 9-cu demək, buraxılışında olan sujetdir. O cür şeylərlə doludur, inanın orada. Mənim özüm haqqında yazıb ki, göz rayonda bir yoxlamaya gəliblər və mənim işimi, mənim vaxt güya və orada hansısa bir işimlə əlaqədar və mən də şərab içib, məst olmuşam və başlamışam ki, mən bir katib olardım və s. və ilaxır. Hamı bilir ki, mən içən deyiləm. Yəni, mən spirtli içki içmirdim. Ümumiyyətlə içməmişsiniz də. Mən təxminən 78-79-a qədər çox nadir hallarda olub. 1979-cu ildən pivə daxil olub, ümumiyyətlə, hər hansı bir alkoqol içki içməmişəm. Və bir nəfər də olsun, yəni məni tanıyan indi yüzlərlə, minlərlə adam var. Hamı bilir bunu. Yazıb da, bu hadisə də güya olub 81-82-ci illərdə Sabirabadda. Orada elə məsələlər çoxdur. Yəni, bir daha təkrar edirəm, tamamilə fantastik, tamamilə absurd, tamamilə... Bu Zərdüşt Əlizadə indi 80-i keçib yaşı, amma məlum olur ki, bunda xəstəlik varmış. Bir kitab çıxar, adını demirəm buradan. Gəlsin, bu kitabı getirərəm. Çünki onun sifarişdə onun olduğu məlumdur. Çox biədəb, çox murdar bir kitab çap edib. Adını çəksəm hələ demək ola bilər. Əgər etirazı varsa gələr bura, mən gətirərəm kitabı. Başqa adla, təxəllüslə çap edib. Siyasətə dəxli yoxdur. Siyasətə dəxli yoxdur. Yəni, bədii stildə çox belə bir Zərdüşt Əlizadə haqqında. Bəli, elə onun yazdığı dəqiqləşdirilən bir kitabdır. Yəni, xəstə olma. Belə məlum oldu ondan sonra. Amma o dövrdə onun da, Nemət Pənahının da əlbəttə ki, o proseslərdə istər rolu və s. bunları inkar eləmək məsələsi də yoxdur. Pənah bəy, biz artıq bir saata yaxınlaşırıq. Əlbəttə, mən istəyirəm uzun olsun. Təbii ki, bu proqramımız AXC necə yarandı dəyərli bu bizim sizdən də danışdıq. Bu bir növ biraz da provokativ, bir növ, yəni bugünkü gün bəzilərinə qəribə görünə bilər. Amma Azərbaycan Xalq Cəbhəsinin tarixinin doğru düzgün deməli yazılması və onu qaralamalardan, uydurmalardan, yalanlardan, böhtanlardan arındırılması bizim əsas milli xarakterli vəzifələrimizdən biridir. Və mən hesab edirəm ki, mən bugün elə bir qədər də qəsdən, şuurlu olaraq bu cür provokativ şəkildə bəzi məsələlərə toxundum ki, həmin o çirkabı Azərbaycan Xalq Hərəkatına, onun təşkilatının, Azərbaycan Xalq Hərəkatına atanlar gəlsin, hünərləri varsa cavab versinlər və mən bütün o böhtan və demək, o yalan və qaralamaların qarşısına xatirə ədəbiyyatı ilə yox, konkret sənədlər də, faktlar, sənədlər, dəlillər, qeydsiz, şərtsiz, açıq-aşkar doğruluğu, şübhə doğurmayan məsələlərlə hamısına cavab verməyə hazır olanlardan biriyəm. Digərləri də burada daxil. Yəni,
sözün doğrusu bizimlə, sizinlə də olan belə əvvəlki söhbətimizdə olmuşdu ki, biz bu cür danışaq və kimin sözü varsa deyə biləcək. Məsələn, mən Zərdüşt Ərzadənin o axırıncı dediyim fikir ki var, onun nə olduğunu bilirəm. Amma gəlsin bir daha təkrar edirəm, mən o kitabı da gətirim qoyum ortalığa, kitab demək mümkün deyil ona, dırnaq arasında. Desin ki, bu mənim deyil. Onda mən ondan... Öz yazdığıdır. Elə bir şeydir ki, ona yiyədirmək mümkün deyil. Deyin də, bəlkə deyəsiniz. Yox, efirdən demək doğru olmaz. Gəlsin, kitab deyil bu. Özü olsun çünki və özünü müdafiə Kitabdır bu, eləsin. çap olunubsa niyə demirsiniz? Özünü müdafiə eləsin. Eləcə Nemət Fənalı. Eyni zamanda bu şəkildə, bu tipdə olmayan, amma Xalq Cəbhəsi haqqında, Xalq Cəbhəsinin güya əvvəldən qüsurlu yaranması, şikəst yaranması və s. kimi çıxışlar edən Rəhim Qaziyev. Bu arada Rəhim bəy də dəvət edilsin. Hətta indi mən sözün doğrusu çox istəyərdim ki, Etibar bəy Məmmədov. Çünki tanınmış kifayət qədər ictimai siyasi xadimdir. Özünün yazdığı və yaxud da onun haqqında yazılan məsələlərdə Azərbaycan Xalq Cəbhəsi haqqında özünün də bəyanatları, açıqlamaları var. Mənim fikrimcə doğru olmayan, həqiqətə uyğun olmayan və yaxud siyasi və məntiqi cəhətdən uyğun olmayan, təhlil baxımından doğru, düzgün olmayan qiymətləndirirlər verib. İndi bizim hamımızın ömrünün sonu var və kifayət qədər də hamımız yaşlıyıq. O məsələlərə imkan daxilində və mümkün qədər özləri tərəfindən müəlliflərin açıqlamaların gətirilməsi vacibdir ki, bir borcdur həm də ki, sonradan qarışıqlıq davam eləməsin, mümkün qədər. O baxımdan da bir daha təkrar edirəm, amma əsas məsələlər, bunlar təfərrüatlardır hamısı. Və Azərbaycan Xalq Cəbhəsi yarandıqdan sonra həmin ildə aparılan siyasi mübarizə bir sıra demək nüfuzlu dünya o dövrdəki jurnalları qismən daxil olan jurnalların biri tərəfindən ilin xalqı elan olmuş. Daha doğrusu ilin xalqı ifadəsinin demək vizual görüntüsü kimi, siması kimi Azərbaycan Xalq Cəbhəsinin mitingləri nümayiş etdirilib. Bakı və Azərbaycandakı hadisələr qoyulubdur. Azərbaycan Xalq Cəbhəsinin yaranması Azərbaycanın faktiki olaraq bölünüb parçalanması və işğal olunması qarşısındakı ermənilər, erməniçi və onların arxasında duran digər imperialist qüvvələrin qarşısında ən böyük Azərbaycan xalqının ciddi vasitəsi və müqavimət gücü oldu. Və Moskvadan və dünyanın digər başqa yerlərindən, Amerika Birləşmiş Ştatları daxil, Qərb daxil, nəhəng yardıma malik olan o erməni demək Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı olan, bütün dünya türkçülüyünə qarşı olan həmin o planın, sui-qəsdin qarşısını Azərbaycan Xalq Cəbhəsinin meydana gəlməsi və onun fəaliyyəti aldı. Digər tərəfdən konkret olaraq Qarabağ uğrundakı mübarizənin ilk dövrdə Komünist Partiyası o dövrdəki hakimiyyətin yaxasını kənara çəkdiyi və xaincəsinə bir sıra hallarda demək heç bir iş görmədiyi bir vəziyyətdə bugün təəssüf olunan Azərbaycan Xalq Cəbhəsinin üzvləri və onun yerli təşkilatları, mərkəzi təşkilatları istər diplomatik sahədə, yəni Moskvada və dünyanın bir çox yerlərində, istər informasiya mübarizəsi sahəsində, mən burada göstərdiyim bültenlərin və s. dünyanın hər yerində ayrılır. Azərbaycan Xalq Cəbhəsinin təsis konferansında qəbul edilmiş mərəmnaməsi İngilis dili daxil 1989-cu ildə dünyanın 4 dilinə tərcümə olundu. Və bir sıra demək nüfuzlu jurnallarda çap olundu. Və bu o baxımdan bu sizin tarixin şahidləri belə bir ifadə ilə başladınız. Azərbaycan Xalq Cəbhəsi və onun strukturları, onun üzvləri və onun rəhbərliyi o tarixin yaradıcısıdır, şahidi deyil. Şahidliyi digərləri eləsin. Yox, mən dedim axı, yaradıcıları, iştirakçıları. Yəni, mən Xalq Cəbhəsinə məsələ deyirəm və mənim bir məqaləmdə göstərmişdim, Zaur bəy, 16 iyul təkcə Azərbaycan Xalq Cəbhəsinin təsis olunması ilə demək sayılmır. Bugün buna bərabər olan, bununla bağlı olan, amma bu hadisəyə bərabər olan ikinci bir hadisə də baş verib, o da Əbülfəz Elçi bəyin Azərbaycan Xalq Cəbhəsinin sədri seçilməsi oldu. Əbülfəz Elçi bəyin Azərbaycan Xalq Cəbhəsinin sədri olmasaydı, yuxarıda dediyim
əldə olunmuş o qələbələr daxil Azərbaycan xalqı heç bir halda o qüdrətə, o vüsətə, o ümumxalq yardımına və ümumxalq milli mübarizənin liderliyi məsələsinə yüksələ bilməzdi. Elə sonda bir sualım var, elə Buyurun. bununla bağlıdır. Xatırlayırsınız, elə bu yaxınlarda oldu. Təhmasib Novruzov dedi ki, KKB AXC-nin sədrliyinə Yusif Səmədoğlunu istəyirdi. Amma AXC planları pozub KKB-nin əleyhinə olaraq Əbülfəz bəyin namizədliyini irəli sürdü. Burada nə qədər həqiqət payı var? Ümumiyyətlə Çünki Zərdüş bəy də burada yazır ki, mən bir gün qabaq Leyla Yunusla Yusuf Səmədoğlunun evinə getdim. İsrar elədim ona ki, sabah sizin namizədliyinizi verəcək. Siz baxın, hətta orada təhqir edici fikirlər yazır, yəqin tanırsınız. Onlar belə səs-küy salacaqlar filan eləyəcəklər. yəni siz demək istəyirsiniz ki, Zərdüş Əzizdə Leyla Yunus KKB-nin sifarişi ilə Mən demirəm. Yusuf Səmədoğlu yox, onların adını çəkdiniz. Təhmasib Novruzovun fikrini Mən- dedim. hə, Ardınca da deməli- Zərdüş Əlizadənin fikrini səsləndim. Deməli, bu dolayısı yoldan bəlkə də belə cəlbedici görünə bilər ki, Əbülfəz bəyin xeyrinə olan bir məsələdir, onun sədrliyinin seçilməsində və ona qarşı çıxanlara və bu gün də Əbülfəz Elçibəyə qarşı böhtan atmaqda və bu hadisələri qaralamaqda davam edənlərin ziyanınadır. Amma mən obyektiv həqiqət naminə onu daha üstün tuturam. Heç bir halda mən Yusuf Səmədoğlunun demək, AXC sədrliyinə gəlməsini, güya bunun QDB planı olması kimi qəbul etmək tərəfdarı da olmamışam. Bugün də hesab edirəm ki, o doğru deyil. Bəs nədən Yusuf Doğru deyil. Səmədoğlu, hansı xidmətlər var idi? Gənc nəsil bilmir bunları, Pənah Siz bəy. əvvəla demək sual verdiniz, maraqlı sual oldu və mən də ona Bəli. uyğun olaraq burada bu məsələyə bir aydınlıq gətirməyə çalışım. Yusuf Səmədoğlu əvvəla Azərbaycanın həqiqətən o dövr cəli elçisinin ən tanınmış Bunları mən bilirəm, mən istəyirəm nümayəndələrindən gənclərimiz biri idi və ilk gündən Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs mərkəzi yarandıqdan sonra ona dəstək verən və xüsusi çağırışla ictimaiyyətə müraciət edən bir neçə demək ziyalının biri idi və onların əsas məsələlərindən, əsas sənədlərindən biri də səhv eləmirəmsə may ayının 15-i ya 16-sında Yusuf Səmədoğlu, Bəxtiyar Vahabzadə, Məmməd Araz, yox, Bəxtiyar müəllimin deyəsən orada imzası yoxdur. Məmməd Araz, demək, Sabir Rüstəmxanlı və Yusuf Səmədoğlunun Azərbaycan xalqına müraciəti idi. Azərbaycan hələ xalq cəbhəsi təsis olunmayıb. Azərbaycan xalq cəbhəsi ətrafında birləşmək, onun ideyaları və məramlarında mübarizəyə qoşulmaq çağırışıdır. Sözün doğrusu, niyə görə onu mən gətirmişdim? O mətn mənim tərəfimdən yazılmışdı. Mən o elan olunan gün Estoniyada, demək, Tallində idim özüm. Baltik Assambleyasının, demək, Baltik Assambleyasında Pribaltik Xalq Cəbhələrinin ümumi tədbirində iştirak edirdim. Digər 2 nəfərlə birlikdə təşəbbüs mərkəzinə daxil olan mən Koordinasiya Şurasının, demək, üzvü kimi həmin heyətin rəhbəri idim. Və çox narahat idim. Mən xatırlayıram o vaxtı, çox maraqlı idi mənim üçün də. Zəng elədim, İsa bəylə danışdım və İsa bəy dedi ki, bugün 15-i ola bilsin ki, olsun. Çünki ayın biz 13-15-i olmuşuq və 16-sı qayıtmışıq orada mayda. Demək, bu çağırış mən orada olanda hələ oxunmuşdu artıq Azadlıq radiosundan. Yəni, birbaşa Xalq Cəbhəsinin həm də üzvlərindən, o təşəbbüs mərkəzilə Xalq Cəbhəsi təsis olunmasa da üzvlərindən biri idi və demək, ondan sonra da bu işdə birbaşa iştirak edib. May ayının, 88-ci ilin may ayında, o dövrdə hələ Xalq Cəbhəsi yox idi, Azərbaycandan söhbət gedir. Aprel ayının 13-də Xalq Cəbhəsi məsələsi Pribaltikada, Estoniyada ilk dəfə meydana çıxdı. Estoniya radiosunda Savisarın çağırışı ilə Estoniya Xalq Cəbhəsinin təşəbbüs qrupu yaradılıb, mərkəzi yaradılıb sonra, iyun ayında. O dövrdə Yusuf müəllimin Malaca Azərbaycanda çox maraqlı, çox bu yenidən qurmaya vəziyyətə aid çox maraqlı bir yazısı çıxmışdı. Ondan da əvvəl Qətl Günü romanı və onun ətrafında qoyulan tamaşalarla bağlı olduqca yüksək bir reytinqa malik, həm də siyasi reyting sayıla bilərdi, belə deyək. O dövrdə birbaşa siyasi fəaliyyət kimi adlanmasa da, rəhmətli Aydın Məmmədovun çox maraqlı elə həmin ayda Necəf Nəcəfovun redaktorluğu dövrüdür. Sonra Nüsrət Kəsəməlinin bir böyük, demək, və Anarın çox maraqlı bir, demək, rus dilində
o dövr hadisələrindən yenidən qurma, ümumiyyətlə gedən proseslər haqqında Qarabağ məsələsi barədə olmuşdu və Yusuf Müəllim kifayət qədər üzrə olan bir insan idi. Zərdüşt Şəhzadə də demək prinsip etibarilə kim olur olsun Əbülfəz Elçibəy olmasın məsələsi olmuşdu. Onda deyəsən bir ailədən gələn bir Elçibəy, Əbülfəz Əliyevə qarşı olan bir kompleks vardı. Çünki mən də o kitabı oxuyanda baxdım ki, Əbülfəz Elçibəy sədr seçiləndən sonra bu evə gedir. Xanımı buna deyir ki, niyə? Mən biraz da təəccüb qaldım ki, niyə Xalq Cəbhəsinin təziz konfransı olub və Zərdüşt Şəhzadə evinə gedir, xanımı ilk sözü bu olur ki, sizin Xalq Cəbhəniz batdı. Güya, indi ola bilər böhtan yazır ha. Özü haqqında da yalan yaza bilər bu. Ailə üzvləri haqqında da yalan yaza bilər. Həmin o kitabdadır bu məsələ baxır. Məhtəl qaldım mən ki, yəni əcəba bu belə çıxır ki, elə bu nəsillikcən və ailəlikcən bunların hamısı Elçibəyə qarşıymış. Niyə də? Səbəbi nə olub? Hətta bu ondan ibarətdir ki, Əbülfəz Elçibəyin həbsində onun həbs olunması üçün ərizə yazanlardan biri. İndi bu məsələlər dəfələrlə deyilir mən. Bu Zərdüşt Şəhzadənin atası Məmməd Mübariz. Bu sonradan güya yaymağa başladığı bir müsahibəsi də vardı ki, güya mən müraciət elədim ki, mənim atamın hansısa bir rolu olub olmayıb, amma özünün istiqlal qəzetində Əbülfəz Elçibəyin istintaqını aparmış müstəntiq deyir ki, mən atanızı dindirdim ki, niyə bunu yazmısan? Şikayət ərizəsini. İctimai ittihamçı kimi. Və o da dedi ki, məni partkom Aslan Aslanov və rektor Bağırzadə rəhmətlik. Onlar məzmun edir. Yəni bu özünün yadından çıxıb ki, bunun öz qəzetində, öz aldığı müsahibədə bu məsələ barədə müstəntiqin belə demək mümkünsə açıqlaması var. Ola bilsin bundan irəli gəlib və s. Çünki Əbülfəz bəyin də bir çıxışı var burada bu məclisdə, o qeyd elədiyim birinci məclisdə. Orada bu Zərdüşt məsələsi geniş bir müzakirə olundu, xoşa gəlməz həm də tərzdə açıqcası. Onda Əbülfəz bəy çıxışı var orada və deyir ki, sonradan mən bir çoxlarını bağışladım, amma Mübariz müəllimi bağışlamadım. Çünki onun yaşı və səviyyəsi o deyildi ki. Yəni mən onu bağışlaydım. Mən bununla bağlayam. Sonra Əbülfəz bəyin bir müsahibəsi də var. 93-cü ilin səhv eləmirəmsə aprel ayında İstiqlal qəzetindən Mətanət Əliyevadır, familiyası yəni Mətanət xanım, jurnalist vardı, o alıb. Orada sual verir ki, sizinlə bu Zərdüşt Əlizadə arasındakı bu məsələnin kökü nədir? Əbülfəz bəy deyir, şəxsi məsələdir. Şəxsi. Deyir, mən hesab edirəm şəxsi məsələdir. Bax, bu məsələlərə işarə edir. Amma istənilən halda bir daha təkrar edirəm, zaman, tarix hər şeyi öz yerinə qoydu və mən indi bura Əbülfəz bəyin məzarını ziyarətdən gəlirdim sizin bu verilişə. Xalq Partiyasının sədri Qiyas Sadıqovla birlikdə getdik və bugün xeyli adamlar da ziyarət edir. Bugün 31 dekabrda həmrəylik günü, Əbülfəz Elçibəyin ad günü, vəfat günü. Yüzlərlə hətta Əbülfəz Elçibəyin vəfatından sonra anadan olmuş insanlar gedir. Ziyarət edir, danışır. Acaba, məsələn, Zərdüşt Şəhzadənin qəbrini ümumiyyətlə tanıyan olacaq. Ya digər Əbülfəz Elçibəyin haqqında o tipdə münasibətdə olan, ya Nemət Pənahının. Yəni bu özü artıq zaman elə bu gün də olur. Deyir, uzaqlaşdıqca dağlar böyük görünür, zaman keçdikcə Elçibəyin hansı zirvədə olması və hansı möhtəşəmlikdə olması getdikcə daha aydın şəkildə görünür. Ona görə də biz narahat da deyilik. Amma hər halda bəzi məsələlərə aydınlıq gətirilməsi də necə deyərlər, bu da məncə doğru olan, düzgün olan bizim üçün Elçibəyə lazım deyil bunlar. Bəli. Çox sağ olun Pənah bəy. Təşəkkür edirəm sizə. Söhbətimiz yarımçıq qaldı, amma bu o deməkdir ki, bizim bu verilişimiz əvvəldə də dediyim kimi seriya xarakteri daşıyır. Bunun bir neçə seriyası olacaq. İndi bilmirəm nə qədər olacaq. Bunu zaman göstərəcək. Biz AXC necə yarandı mövzusunu müzakirə edəcək. Burada təkcə müsahibələr deyil, debatlar da olacaq. Pənah bəy də burada səsləndirdi fikirlərini. Mən elə yeri gəlmişkən adı çəkilən şəxsləri də dəvət edirəm ki, gəlsinlər həm müsahibə şəklində, həm debat şəklində bu məsələni müzakirə edək. Azərbaycanın yaxın tarixində baş verənləri obyektiv olaraq insanların diqqətinə çatdıraq. Əziz dostlar, dəyərli izləyicilər, tarixin şahidləri verilişində AXC necə yarandı
seriyasının birinci sənədli verilişinin birinci hissəsinə baxdınız. Verilişi bəyənin, paylaşın. Öz mövqeyinizi həmin dövrdə iştirak edənlər aşağıda rəy bölümündə yaza bilərlər və Reaksiya TV-yə abunə olub bildiriş butonunu açın ki, növbəti verilişlərimizdən də zamanında, vaxtında xəbərdar olasınız. Sağlıqla qalın.